Siz müsahibələrinizdə də demisiniz ki, Tamila xanım çox gözəl xanım idi, gənc qız idi, çox yaxşı oxuyurdu. Mən də cılız bir oğlan idim, kasıb uşağı idim, 2 alırdım. Mənə maraqlıdır ki, bax Tamila xanımı da qaçırtmısınız. Bu sizdə nədir? Cəsarətin formulu. Özünə inandı. Bu özünü ən yaxşısına, ən gözəl qıza layiq bilmədi. Ya bu uşaq cəsarətidir. Bax bu formulu nədir? Mən bir də söz deyim də. Burada cəsarət yoxdur. Nədir bəs? Demişəm də onu, qoy bir də dinlən olacaq. Demək, atam, anam xanım vardı, Gülzar xanım, Allah ruhunu şad eləsin, üçü də rəhmət eylesin. Onu çağırdılar ki, mənə öyüd versin ki, bu Tamiləni alma, Tamilədən uzaq dur. Bunlar eşitmişdilər təxminən. Əskər getməmişdən mən hiss edirdilər ki, nəsə xanımın dayıdan düşürəm, nəsə belə falan. Onlar hiss etmişlər, məni çağırdılar evə ki, onlar Bakılıdılar, biz kətçiyik, onlar bahar adamdılar, biz beləyik. Mən dedim ki, ay yox, nə danışırsan, çağırdıq, bitdi. Hə, ayrılıram, bitdi. Yox, ayrılıram dedim, nə birləşməmişdik ki. Xəyalımda gəzdirirdim də özüm üçün. Heç evlənmək haqqında heç fikirləşmirdim. Allah haqqı, elçi gedir. Yox, elə şeylər yoxdur, nə elçi, nə iş var, nə pul var, nə öy var, nə eşik var. Belə yaxşı, çıxardarım yadımdan da belə. Elə həmən günü gəldim, oturdum qoşun qabağında. Belə oturmuşam da belə, cübümdə 5 manat yox. İş yox, güc yox, oturmuşam. Gördüm o da yavaş-yavaş gedir, 1 kilometr aşağıda ayrılır oldular ora. Batsı gələ gəlmişlər, gedirdilər ora. Getdim onu yavaş-yavaş darlayacağam. Görməsə bir saxladım da, o da dayandı. Mən o saxlaya bilməzdim. Çünki o məndən güclü idi. Həqiqət deyirəm, mən bir dənə şillə vursaydı, mən başım sirkələnərdi. Necə dayandı? Belə yanına dedim ki, bəs belə falan, belə. Bu da gördüm ki, bu qoşulub gedir. Belə içimdə bir şey oldu ki, ay Allah. Nəysə, beləncə bir şey gördüm ki, bu razılaşıb gedir mənimlə. Allahu Ekber. Dedim, ay mən dedim ki, ay balay, nə yerimiz var, nə yurdumuz var, nə maşın var, nə pul var. Bu sonraya saxlayaq da belə. Dönə də bilmirsiniz fikrinizdə. Yəni day söz çıxıb ağzımdan. Ki qaçırdıram səni. Qaçırdıram, nəyə qaçırdım? Zorlama qaçırdıram. Dayanmış ikisi o bir mənəm. Qaçırma var burada, qaçırma deyil, aparmaq var. Hə, nəysə, tanıdım demək ki, bala saxlayaq bu söhbət sonraya. İndi yavaş-yavaş gəlirik məktəbə tərəf. Piyada. Ucu saat 10, 11, 12 ucu gecdi. Evlərindən çıxırlar bunu axtarmağa. Uşaq gəlməyib, nə olub, nə edib? Anası da maşallah çox belə mərd qadın idi. Bu da deyir ki, qorxdum mən. Məsələn, nə qorxdun? Gəlib öydə bir şillə yeyəcəkdin də sən də. Qorxmaq adam ərə gedir istəmədiyinə. Deyir də. İndi gətirmişəm, deyirəm, hə dayan burada. Hə nə dayan? Maşın yox. Adam qaçırdığında da gedir qardaşına deyir, əmisi oğluna deyir, gətirin orada maşını dayanın, bunu qoyaq aparaq. Heç nə yoxdur ya. Mən ağlıma birdən gəl. Bax bütün hindişə həyatım var ya mən. Hindiyəcən ağlıma nə gəlib onu eləmişəm. Bax hindiyə qədər, uşaqlıqdan hindiyə qədər nə olubsa, ağlıma nə gəlibsə onu eləmişəm. İnanırsan? Cəsarətdir də. Orada nə cəsarət? Böyle cəsarət deyil. Geçin iki qardaşlar var, sağzadılar məni təpinin altına döyəcəklər. Cahil cəsarət yaxşı. Yox, o heç nə deyil o. Qorxmurdunuz ay alim müəllim. Ay qorxurdum, heç kimi qorxurdum. Heç qorxmurdum. Çox maraqlı bir şeydir. Nə dedim, gəl dayan burada. Bax belə şey bir həyat qurduq.